Ona görə hətta bu nöqtə qoymaq və ya hərəkələr qoymaq, onlar nə vaxt əmələ gəldi? Qeyri-ərəblər İslama daxil oldu. Onu nöqtəsiz oxumaq üçün gəlir ərəb olasan. Və bir şey bir başa düşün ki, qardaşlar, nöqtəsi o demək deyil ki, nöqtə yox idi. Onlar sadəcə nöqtəni yazmırdılar. Lakin nöqtə var idi. Aydındır? Nöqtə həmişə var idi. Ona görə qədimi kitabı baxanda, məsələn, onlar deyirlər, tutaq ki, belə. Məsələn, biz bilirik ki, sənin üstündə nədir? 3 dənə nöqtə var da. Sə ilə bə və tə eyni yazılır. Sadəcə bə bir dənə nöqtə aşağıdadır, tənin üstündə 2 dənə nöqtə, sənin üstündə 3 dənə nöqtədir. Qədimi kitabı oxuyanda onlar nə deyirlər? Qəribə sözü olanda bilmirsən axı. O onu açıqlayanda səni deyir, hansı nöqtələr üstündə var. Yəni nöqtələr var idi. O belə deyil ki, nöqtələr özlərinə icad elədilər. Nöqtələr var idi, sadəcə o yazılmırdı. Necə məsələn hərəkələr. Hərəkələr də var idi. Lakin hərəkələr belə baxanda bugün, onlar ancaq Qurani-Kərimdədir. Adi məsələn jurnal, kitab ərəblərinin açıqçası yoxdur orada hərəkələr. O demək deyil ki, orada hərəkə yoxdur. Hərəkə var, prosta onlar onu yazmaya ehtiyac görmürlər, o başa düşürlər. Aydındır? Ona görə o var idi. Onu sadəcə nəyə görə yazdılar, qoydular? Çünki o vaxt qeyri-ərəblər İslama daxil oldular. Sözsüz ki, qeyri-ərəblər, ərəb dili bilməyənlər, onlar bunu düz oxumayacaqlar. Və gördülər ki, bunlar düzgün Quranı oxumurlar, ehtiyac yaranı nöqtələri qoysunlar. Sadəcə onu olan şeyi yazdılar ki, aydın olsunlar. Vəssalam. Ona görə bu sözsüz ki, bidət deyil. Çünki bu ayrıcı ibadət deyil və bu ehtiyac var. Buna deyirlər məsalih əl-mursələ. Alimə ayrılırlar. Məsalih əl-mursələ və bidət. Məsalih mursələ, yəni məsləhət olanda, ehtiyac olanda bir şeyə onu gətirirsən sən. Heç bir problem yoxdur. Onun mislində, məsələn, İslam universitetləri. Tutaq ki, sən də orada bakalavr oxursan, 4 il oxursan, indi onu deyək bidətdir. Yox. Çünki bu, sən yeni bir ibadət gətirməmirsən. Sadəcə sən olan ibadəti necəsə formalaşdırırsan. Belə deyək də, sistemlaşdırırsan. Və eyni şeydir. Sən orada təzə bir elm öyrənmirsən ki. Həmçinin mikrofon, azan vermə mikrofondan. O da məsələn asanlaşdırır. Onu görürsünüz, Osman radiyallahu anhu vaxtında 2 dənə azan elədi cüməyə. Yaxşı, niyə görə bidət deyil o? Çünki o birinci azan heç məsciddə deyildi. Onun da məqsədi ibadət deyildi. Məqsədi ehtiyac yarandı. Şəhər böyüdü. Qabaq belə idi ki, məscid yaxın idi. Məscid yaxın idi, bir addım edirdin, girirdin məscidə. Cümənin də vaxtı yoxdur axı. Azanı verildi, cümənin azanı, dərhal xutbə başlayır. İndi şəhər böyükdür. Bazar uzaqdır müəyyən dərəcədə. Ona görə Osman əmr elədi ki, ehtiyac var deyəndə gedin. O məsələn bazarda azan verin. Cəmaət bilsin ki, azan verildiysə birazdan cümə xutbəyə başlayacaq. İndi də məsələn həmçinin kalendarlar görürsüz, indi namaz vaxtları. O vaxt o yox idi. Amma bugün namaz vaxtları var. Zöhr nə vaxt gelir, əsr nə vaxt gelir. İndi bu bir bidət deyək. Bu Peyğəmbər sallallahu əleyhi və səlləm göstərdiyi namaz vaxtlarıdır. Təzə bir şey biz gətirmədik axı. Həmin onun göstərdiyi namaz vaxtlarıdır. Aydındır?